Salam dəyərli şagirdlər, əziz abituriyentlər. Mən Emil müəllim Sayev. Deməli bu gün sizlərə OTK-ya düşən sınağı izah eləyəcəm. Gəlin başlayaq birinci sualdan. Bərabər yanlı trapesiyanın kiçik oturacağı 2 sm. Deyir, bərabər yanlı bir trapesiyadır. Bunun kiçik oturacağı 2 sm. Gəlin çəkək. Kiçik oturacağı verib 2 sm. Yan tərəfləri verib 4 sm. İti bucağı 60 dərəcədir. Bizdən soruşur ki, bu trapesiyanın diaqonalının uzunluğunu tapın. Bu trapesiyanın diaqonalının uzunluğunu tapın. Zaten bərabər yanlı trapesiyada diaqonallar bir-birinə bərabərdir. Ona görə buradan adəti üzrə hündürlüyü çəkirik. Hündürlüyü çəkdik. Hündürlüyü çəkəndən sonra burada bir üçbucaq var. Görürük bu üçbucağı. Bura 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı bu katet hipotenuzun yarısıdır. Yəni 2-dir. 60'ın qabağındakı katet isə digər katetin kök 3 mislidir. Yəni burada 2 kök 3. Və sizə bir şey deyək ki, əgər biz o birisi hündürlüyü də çəksəydik, biz bilməliyik ki, bərabər yanlı trapesiyada bu qalan bu hissələr var ha, ikisi də bir-birinə bərabər olur. Yəni burada 2 olur. Burada 2 olur. Yuxarıdakı bura hissə 2-dirsə, yəni burada 2-dir. Burada 2-dir. Onda sizin də görə biləcəyiniz burada bir düzbucaqlı üçbucaq var. Bu düzbucaqlı üçbucaqda bir Pifagor teoremi eləsəm əgər, diaqonalın neçə olduğunu tapa bilərəm. Burada Pifagor teoremi eləsə, yazarıq ki, D-nin kvadratı bərabərdir. Bu tərəfin kvadratı 4-ün kvadratı üstünə gəlinsin 2 kök altında 3-ün kvadratı. Onda D-nin kvadratı bərabərdir 16 üstünə gəlinsin 12. Bu da eləyər 28. Onda D bərabərdir kök altında 28. Yəni kök altında 28 də 4 vurulsun 7 deməkdir. 2 kök altında 7. Birinci sualda bizdə uyğun olacaq Y variantı. Getdik növbəti suala. İfadəsinin qiymətini tapın. Gəlin tapaq. Aydındır ki, bunu görən şagird birinci növbədə ortaq məxrəcə gətirəcək. Ortaq məxrəc sinus 3x, kosinus 3x. Sürətdə olacaq kosinus 9x, kosinus 3x, plus sinus 9x, sinus 3x. Sürət bizdə düsturdur. Bura bizdə düsturdur. Kosinus alfa çıx betanın düsturudur. Yəni kosinus alfa çıx beta dediyimiz kosinus alfa çıx betanın düsturu var bizdə. Kosinus alfa, kosinus beta çıx sinus plus sinus alfa sinus beta. Onda biz də bundan istifadə edib bura kosinus 9x çıx 3x, yəni kosinus 6x deməkdir. Bura isə sinus 3x, kosinus 3x yazsaq, rahatlıqla görə bilərik ki, bura düstura oxşuyur. Yəni sinus 2 alfanın açılışı var. Sinus 2 alfanın açılışı 2 sinus alfa kosinus alfadır. Bunun ikisi yoxdur. Özümüzdən 2 sürətə və məxrəcə vurarıq. Bura bizdə eləyəcək sinus 6x. Olar 2 dənə kosinus 6x bölünsün sinus 6x. Bu da eləyir 2 dənə kosinusu sinusa böləndə eləyər kotangens 6x. 2 vurulsun kotangens 6x. Pi bölü 24 değil. Onu 6'ya vursak olar pi bölü 4. Kotangens 45 dərəcədə 1 alır. Cavab götürdü 2. Bu sualda da, ikinci sualda da oldu Y variantı. Gəldi üçüncü suala. Deməli, burada biraz gözəlləşdirək. A bölünsün. Buradan B'ni çıxartsaq. B çıxılsın A. Üstünə gəlinsin. Burada B bölünsün. A'nı çıxarsaq. A çıxılsın B. Vurulsun. AB bölünsün. A plus B. İfadəsini deyir sadələşdirin. İfadəsini sadələşdirək görək. İfadə nəyə bərabər olur? İfadə nəyə bərabər olur? Mötərizənin içini birinci hesablayası olsa, mötərizənin içini biz belə eləyək. Burada B çıx A görürük. Amma bu isə A çıx B'dir. Bunu da B çıxa eləyək, buranı çıxma eləyək. Yəni mənfini buradan çıxardaq mötərizənin içindən buradan. Qabağa ataq. Bunu da yazacağıq B çıxılsın A. Aydındır ki, indi ortaq məxrəc götürəsi olsan, A vurulsun, B vurulsun, B çıxılsın A.
Onda sürətdə olacaq bunda. Bax, bunun B vurulsun B çıxası var. A dəfə bölünür. A A'ya dəyir olur A'nın kvadratı çıxılsın. Buna da bölünür. A vurulsun B çıxası var. B dəfə olur B kvadrat. Vurulsun A B bölünsün A plus B. Aydındır ki A kvadratı çıx B kvadratın açılışı A çıx B A plus B'dir. A çıx B'lər A plus B'lər getdi. Burada qaldı A çıx B. A çıx B ilə də B çıxa getdi, qaldı -1. AB-lər də getdi. Cavab oldu -1. Yəni 33-cü sualda da oldu bizdə A variantı. Növbəti 4-cü sualımız keçək bura baxaq. Görək 4-cü sual nədir? İfadəsinin qiymətini tapın. İfadəsinin qiymətini tapın. Bunu vuraq da içəri, elə açaq da. Yəni A vurulsun B plus C-ni necə açırıq? A vur B, üzərinə gəlsin A vurulsun C kimi aça bilərik. Bunu da həmçinin vuraq içəri açaq. Bunu vurarıq buna. Görürsünüz, eyni bir şeydir də. Bir-birinə vuranda kökdən çıxacaq. Olacaq 4 çıxılsın kök altında 7. Üstünə yenilsin. Bunların dərəcələri də eyni olduğundan eyni kökün altında yazıram ki, eyni kökün altında olur 8 çıxılsın 2 kök altında 7. Adətən kökün altında belə ifadə olanda bu hansısa bir iki ədlinin kvadratı olur. Onu da hardan istələmə olur? Bunun içindən. Yəni 2 kök altında 7-nin içindən 2AB deyil. Bunun içindən istələmə olur. Burada 1 vuruq kök altında 7-dir, 1 vuruq 1-dir. Oldu 4 çıx kök altında 7 üzərinə gəlsin. AB dediyimiz burada da, yəni bura olacaq kök altında 7 çıxılsın 1-in kvadratı, mötərizə kvadratı. Həqiqətən də inanmayanlar üçün yoxlamaq olar. Birincinin kvadratı 7. Bununla bunun hasili kimisidir? 2 kök altında 7. Üstünə gəlsin bunun kvadratı 1. Tamamilə doğrudur. 4 çıxılsın kökün altında 7. Kök altında kvadratdan modul çıxır. Zaten müsbətdir deyə problem yoxdur. Kök 7 çıx 1. Bunlar getdi, cavab oldu 3. Misalda da oldu 3. A və B rəqəmləri üçün olarsa A çıx B fərqini tapın. Aydındır ki, biz dövrdəki rəqəmlərin sayı qədər məxrəcə 9-lar, dövrlə tam arasındakı rəqəmlərin sayı qədər məxrəcə 0-lar yazırdıq. Sonra yazırıq AB üstündə xət, çıxılsın A, çıxılsın. Burada 9-da B-dir. Bərabərdir 2-də 1. Sürət və məxrəci, bunun da sürət və məxrəcini 10-a vuraq. Olsun bu 90. Burada da olsun 10B. Ortaq məxrəc 90-dır. Aydındır ki, AB üstü xəttin açılışını biz yaza bilərik. 10A üzərinə gəlsin B. Çıxılsın A, çıxılsın 10B. Bərabərdir 2-də 1. 10A'dan A çıxaram. 9A. 10A'dan A çıxaram. 9A. B'dən 10B çıxaram. 9B bölünsün 90-a. Bərabərdir 2-də 1-ə. 9-u çıxartsaq çölə. A çıxılsın B bölünsün 90-a. Bərabərdir 2-də 1-ə. 9 ilə 90 getdi 10 dəfə. Buradan çarpaz vursaq. 2 vurulsun A çıx B. Bərabərdir 10-a. Onda A çıx B elədi 5. Bu da sadə sualdır. Yəni şagirdlər yaza bilərsiniz. Bir balaca diqqət lazımdır ki, bunu da yaza bilərsiniz. 35 getdi, sonra gəldi növbəti sual bu sualdır. Bu suala baxaq görək necə bir sualdır. Deməli burada YAD, bura alfa, DAB-yə bərabərdir. AB-yə bərabərdir. Aşağıdakı bucağı da bərabərdir. Burada bir beta, beta. Alfa, alfa, beta, beta bərabərdir. Lap yaxşı. Və bizə bucaq B-ni də verib 80 dərəcə. Bizdən ADS bucağını soruşur. Biz də bilməliyik ki, deməli, həndəsədə belə deyilir. Bizim topluda da ən çox istifadə elədiyimiz qayda budur da. Bunların üçünün cəminin 360 olacaqdır. Alfa plus beta plus gamma 360'dır. Şimdi burada da alfa, 2 alfa 80, bu 80 və 2 beta. Bunların cəmi nəyə bərabərdir? 360 dərəcəyə bərabər. Yəni belə çıxır ki, 2 alfa plus 2 beta bərabərdir 360-dan 80-i çıxaq da. Eləyər 280. Onda alfa plus beta bərabər nəyə? 140-a. Alfa plus beta 140.
Alfa plus beta 140-dırsa əgər rahatlıqla deyə bilərik ki, burada bir dördbucaqlı var. Dördbucaqlının bucaqlarının cəmi 360 dərəcədir. Onda rahat buradan götürə bilərik ki, həmin o axtardığımız bucağa x deyək, ADS bucağını. X plus alfa plus beta plus 80 bərabərdir 360-a. Onda belə çıxır ki, alfa plus beta 140-dır. Onda x üzərinə gəlsin, 140-ın üstünə 80 yersin, 220 bərabərdir 360-a. Belə çıxır ki, buradan da x bərabərdir 140-a. Yəni Y variantı. 360-dan 220 çıxanda 140. Gəldi bu. Funksiyanın qrafik üçün aşağıdakılardan hansı yanlışdır? Biz bunu demişik ki, şagird bu qrafiki əlinin içi kimi tanımalıdır. Məsələn, bunun təpə nöqtəsinin koordinatları. Bəzi şagirdləri təpə nöqtəsinin koordinatlarını deyirsən, bilmir. Qətiyyən, təpə nöqtəsinin koordinatlarını dərhal bilməlisən. Ki, bu kvadratın kiçik qiyməti 0-dır. Bu 0-a nə vaxt çevrilir? 3-də. 1, 2, 3. 3, 0. Və buradır. Və bunun qolları da yuxarıdır. Belə bir şeydir. İndi yazıb ki, aşağıdakılardan hansı yanlışdır? 1. X bərabərdir 3 simmetriya oxunun tənliyidir. Tamamilə doğrudur. Simmetriya oxu budur. Bu da təpə nöqtəsi 3 olduğuna görə bu x bərabərdir 3 xəttidir. Bunun simmetriya oxu. Simmetrik bölür. Aha. Bu deyil, bu doğrudur. Apsis oxunu 3-0 nöqtəsinə toxunur. Bu da doğrudur. Təpə nöqtəsi apsis oxu üzərindədir. Doğrudur. Ordinat oxunu 0-3 nöqtəsinə kəsir. Yoxla da. 0 veriləndə görək. 3 alır, yoxsa yox. X-ə 0 verəndə olacaq 0 minus 3-ün kvadratı bərabərdir Y-ə. Y bərabərdir 9. Xeyr. Ordinat oxunu 0-3-də kəsmir. Yanlış variant budur. 37-ci sualda bizdə olacaq D variantı. Getdi 38-ə. Bərabərsizini ödəyən n tam ədədlərinin sayını tapın. Hər tərəfi 24-də vuraq, kəsirdən azad olaq. Bunun hər tərəfini 24-də vuraq. 12-də 1-i 24-də vursaq eləyər 2. 24-də vursaq eləyər 2n plus 1. 24-də vursaq eləyər 8. N-i tapmaq istəyiriksə, hər tərəfdən 1 çıxaq. 7. 1 çıxsaq 1. N böyüdür 2-yə bölsək 0.5-dən kiçikdir 3.5-dən. 0.5-dən böyük 3.5-dən kiçik hansılar var? 1, 2, 3. Tam ədədlərin sayını tapın. 3 dənə. 38-də bizdə oldu A variantı. 39. A 0-dan kiçikdir. Modulda A-dan dərhal çıxacaq mənfi A. B çıx A. B zaten A-dan böyüdür. Böyüksə olduğu kimi çıxacaq. Üstünə gəlinsin. Buradan A modulda B çıxır. Üstünə gəlinsin. B modulda A çıxır. Kökün altında kvadratdan modul çıxar. Onda modulda B. B zaten müsbətdir deyə modulda B-dən olduğu kimi çıxır. Modulda A. A mənfidir. Görürsünüz. Onda modulda A-dan mənfi A çıxır. Minus A. Bunlar getdilər. Burada oldu. B çıx 2A. Yəni 39-da da bizdə oldu A variantı. Funksiyanın ən kiçik müsbət dövrünü tapın. Uşaqlar, y bərabərdir kosinus n-ci dərəcədən kx plus b. Bunun əgər n cütdürsə dövr pi olur. Dövr pi olur. N təkdirsə dövr 2 pi olur. Dövrün tapılma düsturu da funksiyanın dövrünü bölürsən. Funksiyanın əsas dövrünü bölürsən. Modulda k-ya. Məsələn, bu sual üçün görürsünüz də kosinusdur, təkdir üstündə, düzdür? Onda onun dövrünü tapmaq istəyirsənsə, onun dövrü olacaq 2pi, əsas dövrü. Ən kiçik müsbət dövrü yəni. Əsas dövrü 2pi-dir. 2pi-ni bölürsən modulda k-ya, 4-ün moduluna, yəni 4-ə. Oldu pi bölü 2. Oldu pi bölü 2. 40-da da oldu bizdə Y variantı. Getdik növbəti suala. A düz xətti O mərkəzli çevrə A nöqtəsində toxunur. BAD-ni verib bizə 40 dərəcə. Bu bucağı verib 40 dərəcə. Toxunanla vətərin arasında qalan bucaq. Gərdiyi qövsün yarısıdır. Deməli bu qövs AB minor qövsü bizdə olacaq 80. ABC bucağının dərəcə ölçüsünü tap. Buranı soruşursan da.
Bura 80'dirsə, burada bir çevrədir də bu. Çevrədə buradan bura qədər 180 olmalıdır. 80'i buradadsa, onda bu tərəfə qalıb nə qədər bizdə? Bura qalıb 100. Bura 100'dürsə, burada onun yarısıdır. Yəni 50. ABC bucağının dərəcə ölçüsünü tapın 50. Bu da çıxdı getdi. Getdik növbəti suala. A və B çoxluqları üçün fərqi verib. Çoxluqları çalışaq Venn diaqramında çəkək. Olsun da belə. Bura A çoxluğudur, bu da B çoxluğudur. A-nın B-dən fərqi 11'dir. 11'də element var. NA 3 dənə MB-dir. Kəsişmədə 1 var. NA dediyimiz neçə elementi var A-nın? 12 dənə. 12 bərabərdir 3 dənə MB. Onda o MB 4'ə bərabərdir. B'nin 4 dənə elementi var. Biri buradadır, 3'ü də buradadır. İndi A birləşmə B'ni soruşursan. 11 plus 1 plus 3. 15. 42'də də oldu bizdə D variantı. Tənliyin sonsuz sayda həlli olarsa. Dostlar, tənliyin sonsuz AX plus B bərabərdir 0 tənliyinin sonsuz sayda həllinin olması üçün həm X-in əmsalı, həm də sərbəstlə hər ikisi 0 olmalı. Ki X-ə nə veririk? Verək. Bərabərlik doğru. Burada X-in əmsalı 2A çıx 3 bərabər olmalıdır 0'a. 2A bərabərdir 3'ə, A bərabərdir 1,5'ə. Və burada sərbəstlədir, bu da 0 olmalıdır. AB plus 6 da bərabər olmalıdır 0'a. 1,5B üzərinə yazsın 6 bərabər 0'a. 1,5B bərabərdir -6'ya. B də bərabərdir -4'ə. B'miz -4, A'mız da 1,5. A və B parametrlərinin cəmini tapın. -4 ilə 1,5'in cəmi. -2,5. 43-cü sualda da oldu bizdə C variantı. Gəldik bu üçbucaq sualına. AB BC-yə bərabərdir. Bərabər yanlı üçbucaqdır. AD-ni verib bizə 2. BD-ni verib bizə 10. BD-ni 10 verib. BDC bucağı 60 dərəcədir. AC tərəfinin zonunu soruşur. Adətən belə sualların belə deyilir. 80% bu üsulla əldə olunur. Təpədən bir dənə hündürlük çəkdin. Burada 30 dərəcədə bu balaca üçbucaqda. 30, 60, 90 üçbucaqda. Bax bura. 30, 60, 90 üçbucağıdırsa əgər, onda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı. Yəni burada bizdə 2'dir. Və bilirik ki, bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük həm də mediandır. Təpədən çəkilən hündürlük həm də mediandır. Ona görə rahatlıqla deyə bilərik ki, biz bura 5 yazmalıydım, 2 yazmışam, bağışlayın. Çünki 30 dərəcə bucaq arasında katet, 30'un qabağındakı bu katet hipotenuzun yarısı. Hipotenuz 10'dur, yarısı 5'dir. Buradan bura qədər 7'dir, buradan bura qədər də 7'dir. Cavab AC tərəfinin uzunluğu 14. P çoxhədlisinin dərəcəsi 5, Q çoxhədlisinin dərəcəsi 8 olarsa çoxhədlisinin dərəcəsini tapın. P çoxhədlisinin dərəcəsini 5 götürək. Q çoxhədlisinin dərəcəsi də X üstündə 8 götürdü. P'nin kubu var. P'nin kubu, bunun kubu hesab elə. Mən burada nəsə yazmalıydım, çünki çoxhədlidir bu. Yazmıram, ehtiyac yoxdur. Üstündə 3 var. Olacaq X üstündə 15. Və P plus Q. 2 dənə çoxhədlini toplayırsan. Hesab elə, məsələn, bu X üstü 5 plus 5'dir. Bu da X üstü 8 plus 6'dır. Bunları toplayanda dərəcəsi hansı böyük olacaq? Əlbəttə ki, X üstü 8. Yəni bu mötərizənin içindəki çoxhədlinin dərəcəsi X üstü 8. Bunlar da toplanır üstlər. 15 plus 8. Olur bizim cavabımız. Yəni 23. Bu sual üçün 23. Usta işin 8'də 5 hissəsini yerinə yetirərsə, işin neçə faizi yerinə yetirməmiş qalır? 8'də 5 hissəsini yerinə yetiribsə, 8'dən 3 hissəsi qalır. 8'də 3 də 100% götürsə, 100'ün 8'də 3 hissəsini taparıq da. 200% götürsə. Bundan bunu hesablasaq 37,5 hə?
Bəli, 37,5. 75 bölü 2. 37,5. 75 bölü 2, 37,5 doğru. 46-47-ci sual. Aha, maraqlı sual oxşur. Gəl baxaq. Deməli, deyir ki, sahəsi 108 olan ABCD paralelogramında AK BK-ya bərabərdir. Aha. BFC üçbucağının sahəsini soruşur. Bizə deyir ki, bax, bu rəngləyirəm ha, bu üçbucağın sahəsini tap. Və biz də burada nəsə iş görməliyik. Gəl belə eləyək. Adəti üzrə diaqonalı görsədək ki, bu diaqonalda çəkək, sanki verilib bizə. Və mən artıq burada bir şey görə bilirəm. Gördüyümü sizə də deyim, biləsiz. Baxın, burada bir üçbucaq var. Bu üçbucaqda bu xət mediandır. Çünki diaqonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Və digər xət KS xətdir. Bu da mediandır. Bu da mediandır. Çünki bu tərəfi yarıya bölüb. Hətta üçüncü medianı da özüm çəkirəm. Üçüncü medianı verimi özüm çəkirəm. Çəkdim üçüncü medianı da. Bu da üçüncü median. Medianlar kəsişəndə sahə 6 yerə bölünür. S, burada S, burada S, burada S. Diagonal sahəni 2 yerə ayırır. Məsələn, 108 verməyib sahəni. Diagonaldan aşağı qalan hissə 54'dür, yuxarı qalan hissə də 54. S, neçə S var orada? 6 dənə S 54'ə bərabərdir. 1 dənə S 9'dur. Bizə sarı olan üçbucaq lazımdır. O da 2 dənə S'dir. Yəni 2 vurulsun. 9 eləyər 18. Cavablar 18. Bunu başqa cürdə yazmaq olar. Adlandırıb S1'lərdən getmək olar. Medianı görməyən şagird gələ başqa cür yazsın. Deməli, X, Y, Z natural ədədləri verib bizə. Onda dərhal X ilə mütənasibdir? 5 ilə X-ə deyərik 5K, Y-ə deyərik 4K, Z-ə də deyərik 2K. Onda XY var burada. XY 5K 4K. 20K kvadratı. Üstünənsin. YZ var burada. YZ 4K 2K. 8K kvadrat. Bərabərdir 112. Buradan eləyər 28K kvadratı bərabərdir 112'yə. Onda K kvadratı bərabərdir. K kvadratı bərabərdir bizdə 4'ə. 4 eləyir də bəli 4. K da oldu 2. K 2 etsə bizdən X plus Y plus Z cəmini soruşur bizdən. Onda bunların hamısını toplayaq da. 5K plus 4K plus 2K. 11K'nı soruşur. K da 2 olduğuna görə 11 vur 2 eləyər 22. Bu da belə. Getdik növbəti suala. 49. Satışa çıxarılan parçanın hər metrinin 30 manatdan satışı 24 manat gəlir gətirər. 25 manatdan satışı isə 16 manat ziyan verər. Neçə metr parça satışa çıxarır? Deməli, gəl belə eləyək. Gəl belə eləyək. Deməli, parçamız x metr olsun da, hər metri 30 manatdan. Hər metrinin, belə deyək də, uzunluğu olsun x metr. X metr olsun. Bizim maya dəyəri, söhbət gəlirdən gedir, görürsən, 24 manat gəlir gətirir. Yəni, maya dəyərinin üstünə, məsələn, 100'ə almışsan, 124'ə satmışsan, deyir, ümumi, indi parçanın hər metrini neçədən satırsan sat, 124'ə satmışsan, məsələn, 24 manat gəlir əldə eləmişsən. Ona görə maya dəyəri, malın maya dəyəri olsun y manat. Y manat olsun. Belə çıxır ki, hər metrinin qiymətini 30 manatdan satışı. Bax, parçanın 1 metrini 30 manatdan satırsansa, x metrə nə qədər pul qazanacaqsan? 30x də, elə deyil mi? Bax da, bax hər metrini 30 manatdan satırsan, 10 metr parça satsan nə qədər qazanacaqsan? 300 manat. Bəs x metr, yəni 30x də. 30x bərabərdir
Y-ə almısan, üstünə də gəlir gətirib 24 manat. Qəşəng. İndi deyir 25 manatdan satışı. 25 manatdan satsan 25x bərabərdir 16 manat ziyan eləyirsən. Yəni maya dəyəri Y axın. 16 manat ziyan eləmişsən. Y sıx 16. Bu da qəşəng. İndi buradan tərəf tərəfə çıxıram. Yuxarıdan aşağını çıxıram. 30x-dən 25x çıxırsan 5x. Y-ləri yolladıq getdi. 24-dən mənfi 16 çıx. Eləyər 40. X bərabərdir 8. Neçə metr parça satışa çıxar? 8 metr. Bu da oldu zaten. Sn ədədi silsilənin ilk n həddinin cəmidir. Yazıb S14 çıxılsın, S11 225 olarsa. Düsturla da aça bilərsiniz. Ya da ki, ehtiyac yoxdur da. Bu 1-dən 14-ə qədər olan hədlərin cəmidir. Yəni A1 plus A2 plus A3 plus nöqtələr A11, A12, A13, A14. Yəni 14 dənə həddin cəmidir. Çıxılsın. Bu isə 11 dənə həddin cəmidir. A1 plus A2 plus A11. 11 dənə həddin cəmidir. Bunları bundan çıxanda cavab almışsan 225. Aydındır ki, mötərizəni açsan 11 dənə hədd gedəcək. Burada qalacaq A12, A13, A14, 225. Siz də bilirsiniz ki, ədədi silsilənin xassəsinə görə bu ikisinin cəmi 2 dəfə ortadakından böyük olur. Yəni, ədədi silsilədə ortada qalan hədd qonşularının ədədi ortasına bərabərdir. A12, mən də sizə indekslə işləməyi demişdim. 12, 14, nə qədər eləyir? 26. 2 dənə A13 eləyir. 2 dənə A13, o da A13, 3 dənə A13. 225'dir. Belə çıxır ki, A13 bərabərdir nəyə? 225'dir. 225'i bölək də 13'ə. 225'i bölək, daha doğrusu 3'ə. 7'də bölək 21, 15, 75. Cavabımız oldu burada da neçə? 75. Ümid eləyək ki, bu da aydındır. Getdik növbəti. Tənliyin x1 və x2 kökləri üçün, bəli, Viet teoremində çoxdur belə suallar. Buradan dərhal görə bilirsən ki, x1 plus x2 əks işarələ götürmüş ikinci əmsalı. İkincinin əksi. Yəni 3m çıxılsın 5. x1 vurulsun x2 hasili sərbəst həddə. 2m çıxır. Bunu ortaq məxrəcə gətirək görə nə olur? x1, x2 hasili yuxarıda da olur x1 plus x2 bərabərdir 2. Gətir yapışdır yerinə. x1, x2 budur. 3m çıxılsın 5'dir. x1, x2 hasildə 2m çıx 1 bərabərdir 2. Çarpaz vursaq 3m çıxılsın 5 bərabərdir 4m çıx 2. Onda mənfi 2'ni gətir bu tərəfə. Mənfi 5 plus 2 bərabərdir 4m'dən 3m çıx m. M bərabərdir mənfi 3'ə. Deyən parametrin hansı qiymətində? Mənfi 3 qiymət. Aha, görəm necə oldu. Emil təpə bucağı 40 dərəcə olan bərabər yanlı üç bucağın oturacaqları ilə düzgün çoxbucaqlı qurdu. Aha, şəkildə həmin düzgün çoxbucaqlının bir hissəsi təsvir olunmuşdur. Emilin qurduğu düzgün çoxbucaqlının neçə tərəfi var? Deyir, üçbucaqların oturacaqları ilə. Deməli, bu üçbucaqdır, bura bizə 40 dərəcə verib. Bərabər yanlı bu deyə işarə də verib. Burada da yazıb sən, çünki bura 40 dərəcədir. Onda oturacağa bitişik bucaqlar 70-70'dir də. Məsələn, bura olacaq bizdə 70. Bura 70'dir. Burada olacaq 70. Görsünüz, buradan bura qədər artıq mən bildim nə edəcəm. Bura 60 da ortadakı verib. 70, 70, 60, burada yazıram x. Bunların hamısının cəmi nəyə bərabərdir? 360'a. 60, 70, 70 plus x bərabərdir 360'a. Onda belə çıxır ki, bura elədir. 200 plus x bərabərdir 360'a. X bərabərdir 160. Deməli, bu çox bucaqlının bir daxili bucağı 160'dır.
Çoxbucaqlının bir daxili bucağı 160-dırsa, onun bir xarici bucağı nə qədərdir? Bilirsiniz də, daxili bucaqla xarici bucağın cəmi 180 olmalıdır. Xarici bucağı 20-dir. Bir xarici bucağı necə tapırlar? 360 bölünsün n bərabərdir 20-yə. Onda n bərabərdir nəyə? 360-ı nəyə böləndə 20 eləyir? 18-ə. Deməli 18 bucaqlıymış. Düzdürmü? Burada getdi belə. 52 getdi. 53. Tərs mütənasib verib görək hələ. Deyir, qrafikdə eyni gücə malik işçilərin sayı ilə onların bir işi yerinə yetirmə müddətləri arasında asıllıq verilmişdir. Zaten bu asıllıq verilməsəydi belə, şagird bilməlidir ki, məsələdə iş varsa düz mütənasibdir, iş yoxdursa tərs mütənasib. Yəni burada tərs mütənasibdir. 12 işçi n plus 5 saata, sonra n plus 1 işçi isə 18 saata işini görür. Və yenə deyirəm, şəkildən də görsənir ki, bu tərs mütənasibdir. Tərs mütənasibdirsə onda, tərs mütənasibdə necə vururduq? Düzünə, qarşı-qarşıya vururduq. Düzdür, bunu qrafiklə də eləmək olar. Y bərabərdir k bölünsün x funksiyasıdır. Amma ehtiyac yoxdur da, elə siz tərs mütənasibli belə öyrənmişsiniz də əvvəlki illərdən də. Ona görə 12 vurulsun n plus 5 bərabərdir 18 vurulsun n plus 1. 12 ilə 18'i apardıq. Burada oldu 2, burada oldu 3. Onda 2n plus 10 bərabərdir 3n plus 3'ə. Onda 3n'dən 2n çıxırsan n bərabərdir 10'dan 3 çıxanda 7. N bərabərdir 7. Bizdə nə sual verir? Yazır ki 16 işçi həmin işi neçə günə yerinə yetirər? Bax da n-i 7 tapmısan, 12 işçi 7'ni qoydu yerinə. 12 işçi bu işi neçə günə yerinə yetirir? 12 günə. 12 işçi 12 günə yerinə yetirir. 16 işçi həmin işin neçə günə yerinə yetirir? X günü. Buradan da qarşı-qarşıya vurursan da belə eləmirsən ha. 12 işçi 12 günə yerinə yetirir, 16 işçi 16 günə. 12 vurulsun 12 bərabərdir 16 vurulsun X. Aydındır ki, işçilərin sayı artırsa ona sərf olunacaq zaman azalır da. Hesabladım 144'ü 16'ya böldük, elədik 9. Cavab 9. Diametri 5 kökdə 2 olan çevrədə AB AC-yə perpendikulyardır. AB AC-yə perpendikulyardır. Və YS-ni verib bizə 7. BS parçasının AB Aİ'yə bərabərdir. Aha, bunu da verib AB Aİ'yə bərabərdir. BS parçasının uzunluğunu soruşur bizdən. Daxilə çəkilmiş bucaq nə vaxt 90 dərəcə olur? Diametrə söykənəndə. Deməli, çevrənin mərkəzi buradadır. Diametrə söykənən daxilə çəkilmiş bucaq 90 dərəcə olur. Diametri verib də zaten sənə 5 kök 2. Bura A desəm, bura A desəm, buradan bura qədər BY diametrə bərabərdir. BY diametrdir, o da 5 kökdə 2'dir. BY necə tapırlar? A kökdə 2. A kökdə 2, 5 kökdə 2-dirsə, belə çıxır ki, A 5'ə bərabər. Yəni, bunun tərəfi 5'ə bərabər. Bu A'ya AB'yə bərabərdir, o da 5'ə bərabər. Lap yaxşı, oran 5 tapdın. Oran 5 tapdınsa, buradan bura qədər görürsən ki, buradan bura qədər 12'dir. Bir katet 12'dir. Bir katet 5'dir. Onda bizdə hipotenuzda 13'dür. Cavab oldu 13. 55 sonuncu sual. Koordinat oxlarının nöqtələrində kəsən çevrənin tənliyini yazın. B -6 0 verib. O 0 0 verib. A da verib 0 6. Burada da çevrənin bir mərkəzi var da buradan bura. Buradan bura qədər bir perpendikulyar indirək. Buradan bura qədər də bir perpendikulyar indirək. Bu mərkəzin koordinatlarıdır, neçədirsə. Və sizlər də bilməlisiniz ki, çevrədə axı bu. Çevrədə bu, bunu uzatsaq bu radius deməkdir. Radius bu AO vətərinə, AO vətər. Radius vətərə perpendikulyarsa onu yarıya bölür. Onda buradan bura qədər 6 deyil, buradan bura qədər 3 olur, burada 3 olur. Həmçinin buradan bura qədər 6'dır məsafə, onda burada olur 3. Yəni bura mənfi tərəfə düşdüyünə görə mənfi 3.
Onda bu çevrənin mərkəzinin koordinatları 3 sola, 3 yuxarı. -3, 3'dür. Çevrənin tənliyi budur. X minus A-nın kvadratı plus Y minus B-nin kvadratı bərabərdir R kvadrat. Buna deyirlər çevrənin tənliyi. Düzdürmü? Mərkəz burada AB-dir, radius da R-dir. Onda -3, 3'ü qoyuram yerinə. Olur X plus 3'ün kvadratı. Üstünə gəlinsin Y minus 3'ün kvadratı. Bərabərdir radiusun kvadratına. Radiusda çox rahat görmək olur ki, görək radiusu tapaq daha doğrusu, görmək olmur. Görmək olmur. Radiusu tapaq. Buradan bura qədər 3'dür. Buradan bura qədər də 3'dür. Radiusu birləşdirirəm burayla. Buradakı 3 buzaqdan radius 3, 3, 3 kökdə 2 olduğu görsənir. 3 kökdə 2'nin də kvadratı. 3 kök 2'nin kvadratı bizdə eləyəcək nə qədər? 18. 3 kökdə 2'nin kvadratı eləyəcək bizdə 18. X plus 3'ün kvadratı üzərinə gəlsin. Y sıxı 3'ün kvadratı bərabərdir 18. Bu qədər dəyərli şagirdlər, hər birinizə uğurlar.